Herkese salam. Bugün Demin test sorusundan güneşin çıxma və batma vaxtlarına bağlı bir məsələ həll edək. İlk öncə məsələni oxuyaq. A məntəqəsində gecənin uzunluğu verilib 14 saat 40 dəqiqə olarsa, güneşin çıxma və batma vaxtlarını müəyyən edin. Əvvəlcə biz qeyd etməliyik ki, günün ümumi uzunluğu 24 saatdır. Ondan əgər hər hansı bir, məsələn x olaraq qeyd edirəm, gündüzün uzunluğunu çıxsaq, cavab alınacaq gecənin uzunluğu y. Və yaxud da tam tərsi, ümumi günün uzunluğundan gecənin uzunluğunu çıxarsa alaraq gündüzün uzunluğunu. Yəni bu həmişə bütün məsələlərdə olan qanuna uyğunluqdur. İndi məsələni həll edək. Deməli, bu tipli məsələlərdə ilk öncə belə bir qrafik qeyd edirsiniz. Məsələn, yəni mən gözəl bir qrafik qeyd elədim. Bura yazırsınız güneşin çıxma vaxtı. Kısaca yazıram güneşin çıxma vaxtı. Sonra bu grafiki iki yere ayırırsınız. Bura yazırsınız saat 12:00. Yəni günorta. Günortanı həmişə bu tipli məsələlərdə saat 12:00 qeyd edirsiniz. Sonra bura olur günorta vaxtı. Və bura isə güneşin batma vaxtı. Bu cür qeyd olunur. İndi məsələni həll edin. Və bir də əlavə edeyim ki, əgər verilən tarixlər 21 mart və 23 sentyabr tarixlərində verilərsə, o zaman gecənin və gündüzün uzunluğu hər biri 12 saat qeyd olunur. Məsələni 12 saat olaraq götürüb həll edirsiniz. Bu tipli məsələlərdə necə edirik? Ümumi günün uzunluğu 24 saatdır, gecənin uzunluğu verilib 14 saat 40 dəqiqə. Biz əvvəlcə gecənin uzunluğunu günün ümumi uzunluğundan çıxaq, baxaq görək gündüzün uzunluğu nə qədərdir. Yazırıq 24 saat çıxılsın 14 saat 24:00 yazılır. 40 dəqiqə. Cavab alınacaq 9 saat 20 dəqiqə. Bu olur ümumi günün uzunluğu. Yəni gündüzün uzunluğu. Gündüzün uzunluğu isə səhər deməli günün çıxdığı vaxtdan, yəni güneşin çıxdığı vaxtdan gün ortaya qədər olan vaxt gün ortadan gün batan vaxta qədər olan müddətə bərabər olur. Yəni səhər güneş çıxdığı vaxtdan gün ortaya qədər neçə saat keçibsə, gün ortadan da gün batan vaxt elə həmin saata bərabər olur. Buna isə ümumi olaraq deyirlər ki, gündüzün uzunluğu. Gündüzün uzunluğu qeyd edirik. Gündüzün uzunluğu verilib. Yəni tapdıq 9 saat 20 dəqiqə. 9 saat 20 dəqiqəni əgər 2 yerə bölsək, 9-20 bölək 2, 4 saat 40 dəqiqə. Yəni hər bir tərəfə 4 saat 40 dəqiqə düşəcək. 4 saat 40 dəqiqə güneş çıxdığı vaxtdan gün ortaya qədər keçib və gün ortadan axşama qədər də yenə 4 saat 40 dəqiqə vaxt keçib. İndi vaxtı tapaq. 12:00-dan çıxacaqsınız 4:40-ı. Burada yazıram 12:00 çıxaq 4 saat 40 dəqiqəni alınacaq 7 saat 20 dəqiqə və güneş deməli çıxıb saat 7:20-də. Və neçədə batıb? 12:00 üzərinə gəlirsiniz 4:40-ı. Burada yazın 12:00 üzərinə gəlsin 4:40 alınar 16:40. Bilir ki, akşama doğru vaxt irəlidə olduğuna göre burada üzerine gəlir. Burada isə çıxırıq. Saat olacaq 16:40. Belə, məsələnin izahı budur. Bu qaydada. Deməli, günün ümumi uzunluğu 24 saat. Gündüzün uzunluğunu tapdıq 9 saat 20 dəqiqə. Gecənin uzunluğu verilmişdi 14 saat 40 dəqiqə. Güneş səhər çıxıb 7:20-də. Gün ortamız həmişə saat 12:00 olaraq götürülür. Akşam isə güneş batmışdır 16:40-da. Məsələləri bu qaydada həll edirsiniz. Əlavə başqa sualınız varsa yaza bilərsiniz.